Şikayətiniz nədən ibarətdir? Şikayətim odur ki, bala, mən Sabirabad rayonunun Balakənd kəndindənəm. Evim eşiğim yanıb, xəbər gəldi evim eşiğim yanıb, hamısı külü çıxıb. 2 gəlinin cevizi, özümün. 3 gəlin, 3 oğul, 5 nəvə biz qalmışıq şəhərdə, küçələrdə. Hamısı süpürgəçi, məcburən süpürüm. Qalmışam belə. Hamımız kirələr diyor, heç nəyimiz yoxdur. Yəni, Bildim. Biz belə. Başına dolanarım. Yəni ki, mən nağarım, neyim, hara gəldim, deyim, bilmirəm. Uşaq neçə nəvə özü var? 6 nəvəm var. 3 gəlindir. 3 də gedə. Hamısı da kirələrdir. Yəni bu cürlə. Hə, siz harda işləyirsiniz? Harda fəaliyyət göstərirsiniz? Mən daha dedim, bu Nizami rayonundur. Burada süpürgəçiyəm. Ha. Gəlinlər də süpürgəçidir, özüm də süpürgəçiyəm. Məcburuq işləyib tər eləyək. Görən ağarı, o da hər şey bax, heç nə eləmək olmuyor. Bunlar hamısı süpürgəçilərdir. Bunlar hamısı dediklərinə görə süpürgəçilərdir. Süpürgə süpürürlər, yollarda, küçələrdə fəaliyyət göstərirlər. Qalıblar deyirlər, küçələrdə qallıq, kvartirant qallıq küçələrdə. Bu hamısı bu xanımın gəlinləridir, evlatlarıdır. Sizin müraciətiniz kimədir xanım? Dövlətimiz olar da mənə köməklik eləsinlər. Heç olmadı, nə bilim. Şikayətiniz Sabirabadın icra başçısındandır ki, yanına dediyiniz görə siz yanına getmişsiniz, sizə bir köməklik göstərməyib. Elə göstərməyib, yox. Cəmi 400 manat şeydir. Gələk, mən 400 manatı nədir ki indi? Bildim. Orada nə qədər otaq, neçə otaqdır, neçə mənzildir? 12 metrə evim uzun idi, 2 otaq idi, o balkon idi, aynə şeydi də, kukunanlıqın idi. Hə. Yəni belə, yandı kimi çıxdı. Bütün el oba da bilir, hamı da yaxşı bilir, tanıyır. Yəni bu cürlə. Bildim. Yəni imkanım yoxdur da, mən o evi tikməyə. Uşağım belə olandan sonrasını heç kim eləyənlərdir. Bildim, neçə uşağım var, neçə... Uşağıma nə oldu deyəsən, uşağın elə? Uşağım oldu ki, avar elədi uşağım. Ona görə hamısı yəni belə qaldıq gecələkdə. Elə qazandığımızı ancaq bildik ki, uşağımı bitər eləyim mən. Bildim. Yəni, hasat Bir dənə də xanım, ad familiyası deyə bilərsiniz. İbadova Səfira Əli qızı. Sabirabad rayonu hansı? Sabirabad rayonunun Balakənd kəndindən. Ancaq nə olar, mənə də köməklik eləsin. Heç olmayan mən də ev tikim, bir göz, 2 göz, balalarımı heç olmayan nəvə, öləndə bilim ki, nəvələrimin bir yerdə bir dənə bir damı evi var. Qalmasınlar ta küçələrdə. Onsuz yerə küçələr deyək. Özün də görsə ki, biz dilər çüküründə o qapı süpür, bu küçəni süpür, bala saxlayıram, nəvə saxla. Yəni bu cürlə başına dolanaram, mənə köməklik eləsinlər. Başçı. Hökumətdən o istəyirəm, mən artıq heç nə istəyirəm, mənə köməklik eləsin. Ya materialında, ya daşında, ya nəyindəsə mənə köməklik eləsinlər. Başqa sualı keçir, kömək istəyirəm, və sizə lan. Sağ ol. Hə, siz də sağ olun. Sağ ol. Allah köməyiniz olsun.